Hər birinizi salamlayıram, kanalıma və videoma xoş gəlmisiniz. Bugün Azərbaycan TikTok videoları izləyirik. Əgər Azərbaycan TikTok əfsanələrinin tez-tez gəlməni istəyirsinizsə, videoya like atıb aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Çox uzatmadan keçdik videoya, xoş izləmələr. Səhər 6-cı gündür. Bugün 6-cı gündür və mən video çəkirəm. İkinci hissə, bu nəyin ikinci hissəsidir belə? Maraqlı gəldi. İnsan alıverçisi öylərdən tursi lifçi yoğlayan Seymur, bütün cemaatı soyub talayan Seymur. Elnur, buradan sənə deyirəm, Seymurun qardaşı, mənim ördəyimi gətir, namussuz. Mi deyə bu şeirdir ki, sənin başına, özgə yazanı hamı deyər. Xəbərçi nənə. Təkəri, əmirin təkəri, gülü başı var, gül sənin kişi başı var. Şeirdir, əmirin təkəri, başına dəysin ömrün təkəri. Gətir ördəyimi ver, oğru Elnur. Aparma Elnur ördəyini, yalan deyir, özü üçün danış. Ördəyi neyniyir bu yaşda? Gətir ver, Petuk qardaşın Seymur ördəyimi sənə verirdi. Gətir ördəyimi ver, binamuslar. Pencəyimi apardı, oğradı. Dasmalımı apardı. Bu videonu möhtəşəm düzəldiblər həqiqətən. Hamınızı adın çəkdiyim namussuzlar efirə gətirib ifşa edəcəm. Efir qarşısında mənə vurduğu ziyanı ödəyəcəksiniz. Nənənin dərdi böyükdür. Bilirəm, sənin dadın gözəldir. Gündə bir 5 dənə də içmək olar. Gündə bir 5 dənə. Bundan adam gündə 5 dənə içsə ölər adam. Amma incimə ta, havalar soyudu. Sən içən kimi boğazım gəlir. Keçirik qış rejiminə. Düz martın axırına kimi. Mən yayda da qış rejiminə keçmişdim. Yəni demək istəyirəm ki, yayda da çay içirdim. Yayda 1 saatdan, 1,5 saatdan bir çay içirdim. Su da içə bilmirəm, boğazım angina falan olur. Yaraşıqlı olansa sənə yazan qız çox olar. Çox yaraşıqlı deyə üzərinə qədər yazanı var. Metro 60 qəpik olduqdan sonra. Hələ bu harası da hələ artacaq. Deyəsən vaxt olub 30 qəpik olub. Ne kadar şey? Daha bu çişlenmiş ki. Yok. Ne için abi? Nesi yaş var? Bir yaşı var. Ne kadar? Qətiyyən dişləmir. Qonşunun cumur dediyi it. Deyəni gəldi bu. Gile yedim Nöyünə dolu, qayçıyla sifətini yarala deyə. sen gidenden incimisən diyen benden Təmizdə daha sifətin bəsdir. Qayçı yoruldu. Çin ağlamaz hiç mi kalbi Sənətini dəyişməsən də mahnını dəyiş, xahiş eləyirəm. Bezdik bu mahnını eşitməkdən. Canım oğlum xarici dil öyrənir. Xarici dil öyrənmir, PUBG-ni öyrənir. 5 il əvvəl 5 yaşında olan Günay 5 il sonra neçə yaşında olacaq? 5 il əvvəl 5 yaşı olubsa, hadi beynim yandı deyə video çəkirəm deyə bunu çətin olacaq hesablama. Belə video çəkməsəydim indi tapmışdım. 5 il əvvəl 5 yaşında olub. 5 il əvvəl sonra 10 15. Əslində yorumlara baxdım, oxudum mən də. Amma belə fikirləşəndə 15 olur. Yəni doğru cavab 15-dir. Azərbaycan. Azərbaycan yeməyidir. Şirniyyat olar bu yəqin ki, daşdır bu. Şirniyyata oxşayır amma. Yanında sementi də var. Sementli, mementli. WhatsApp nömrəsində də yazıb. Dadına baxmaq olar. Qoyuna nə olub belə? Dərd çəkir qoyun. Belə bir qoyunumuz var. 3 aydır bu vəziyyətdədir. Qoyunun yarısını qırxıblar, yarısı qalıb. Buna görə yazığın kefi pozulub da neynəsin? Arasından bilən varsa, zəhmət olmasa desin görək. Kimin başına belə bir şey gəlir? O yazıq gəzə bilmir hə. Əziyyət çəkir heyvan. Allah bilə vurublar, neyniyiblər. Bunu həkimə, baytara falan göstərmək lazımdır yəni. Çaşıb həkimə deyəcəkdim. Sizdə bu çaynik niyə var? Bu nə çaynikdir ola belə? Çox qeyri-adi çaynikdir. Bunun bir mənası yoxdur məncə. Bəlkə də var, amma anlamadım yəni. Bir dənə belə çaynik olmaqdansa 5 dənə çaynik olsa yaxşıdır. Paltar reklamıdır. Paltar reklamı gəldi. Deyəsən Azərbaycanda da amma nə bilim, yəni nə çıxır qabağıma o reaksiya verməyə çalışıram.
İstədim yorumlara baxım, yorumları da bağlayıblar. Özə yaxşı bəyənmə də gəlir. Nəyinirəm, amma video çəkirəm, 10-15 bəyənmə güclə gəlir. Onu da ki, sağ olsunlar, məni izləyənlər like atırlar, şərh yazırlar. Görmüsünüz bu meyvəni. Nə meyvədir bu belə? Yemişdi. Mı tanıyır bu meyvəni? İnanmıram da mən bunun adını bilirəm. Kəsin. Ola görünüşü çox fərqlidir. Tanımadım mən. Kəsin. Kəs qardaşım, kəs çıxsın getsinlər. Kəssə daha kəs ürəyim partladı. Baxaq görüm bu nə meyvədir elə. Yemişə oxşayır amma. Ne yemiş Allah, bu yemişdən dadlı olar. Portağal ye. Oxşuyur, portağala da oxşuyur, apensinə də oxşuyur. Amma hələ də mən də tutanmamışam. Limon isi burada bura. Qəribə isi var. Limonla portağalla qardaş deyəsən. Amma yeri yoxsa yox. Nəsə nəyə oxşuyur görmə bu. Dadlı olar məncə. Qardaş, nə şirin deyil, nə turş deyil. Turş deyil, şirin deyilsə o yeməyə dəyməz məncə. Ay yenə bəlkə videoya oxşar bir video, yəni həmin şəxs paylaşım eləyib. Çox baxdığım üçün çıxır qabağıma. Armuddur bu belə. Armuda bənzədi amma saplağından falan. Bu nə deyə belə? Güzeldir qaqa, həqiqətən. Qurbağa da yoxdur. Biraz da iğrənc oldu amma biraz iğrənc meyvə bənzədi. Dadı normal olar məncə. Görünüşü heç xoşuma gəlmədi. Bilmirəm. Gəl dayı sənə dönüş olsun. Dayı nətər baxır? Dayıya qəribə gəlmiş, amma bu meyvələr nə meyvələr? Deməli, bu meyvənin adını bilən varsa yorumlarda yazsın. Vallahi heç tanış gəlmədi bu meyvə. Harda yetişir belə? Bu meyvələr hardan gəlir belə? Fərqli ölkələrdən gəlir də yəqin ki. Əldə edə bilərsin. Konsalarımız da var. Yəni toyda, nişanda, ürəyinə sana nə meyvəsizsə bir qısa konkret et. Sivej olaraq bizim mağazadan əldə edərsin. O bezmişə də alma yeməkdə. Neçə gündə ömrümüzə girən həmin o çubuq. Yolun qırağında bir nəfər satırdı bu çubuqlardan. Elə belə yanımda dostum var idi. Yaxınlaşdı, dedik ki, bu çubuqların biri neçədir? Sizcə qayıdıb qiymətini nə qədər desə yaxşıdır? 2 manat. Bu çubuğun birini 2 manata satırdı. Dedi, endirim eləyərəm 1.50-yə verərəm. Elə belə maraqlı gəldi, qiyməti deyənə soruşdum. Yazıb şəxsidə yaz da mənə. Ronaldo yoxsa Messi yazıb. Bu da cavab olaraq yazıb ki, Messi qarı ürək qoyub. Yox, bizdə alınmaz. Ronaldo qarı ürək, ağ ürək qoyub. Oy, söhbətə bax, o gedib. Bir sualla tanış oldular, şəxsidə yazışdılar. Messini seçdi, tezdən Ronaldo girdi ortaya. Söhbət bağlandı, sevgi bitdi. Bu tip bir videoya baxmışam. Təsəvvürlə belə düzəltən yerdə töy yeməklər falan dağıldı. Nə olacaq sonra? Ən yaxşısı elə sadə stoldur. Sabah xeyir, camışları zadı satdım dostlar. Yaxşı elədin, neyini camışı bu yaşında. Ən yaxşısı TikTok, ancaq TikTok çək. Yolum Bakıyadır. 5000 puldan çıxıram Bakıya. 5000 puldan çıxıram bir gündən. 5000 pulla dedi çıxıram Bakıya və açkisini taxdı gözünə. Oligarx. 28 günü dostlar. Gedirəm diskotekaya. Oy, diskotekaya gedir. Ay, xəbər eləyərsən biz də gələrik də. 5000 pul var səndə. Yamış satdım. 3 tane yamış satmışam, gedirəm Bakıya. 5 gün orada olacağım dostlar. Ola bilsin bəlkə canını aça bilməyim. Nə olar canlı aç? Fanatıram, canlı aç. Baxacam da şərait olsa, vaxtım olsa diskotekadan açacağım. O 5000-dən nəsə qalsa əgər kartımı qoyacam aşağıya, baxarsan da nə edərsən. Bu nədir belə? Helikopterdir bu. Əlləri falan da var. Ahlelas. Elə bir canı yox deyə. Las. Bunu sahəyə falan aparmayın, yarı yolda qoyacaq. Birinci 1 manatlar getdi, 5-lər. Onlar keçdi 50-liklər. 50-lik qutarmaq bilmir. Və 100-lük. Nəsə davamı gəlmir, elə bir davamı gəlmədi. Oha, mahnı oturub və rəqs. 2013. Mənim 4 yaşım olub. Ahlelele ahlelas. Ahlelele. Bir dənə də çətir görmürəm, Məktəb paltarlarını gətir göstər, əmlər baxsın. Ömrümün ən şirin. İti necə razı salıblar görəsən.
Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə, məsələn, rahat deyiləm. Sağ olun, sevilirsiniz.